1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabı nəticəsində Çar imperiyası devrildi və bu Qafqazda yeni dövlətlərin yaranmasına şərait yaratdı. Azərbaycan torpaqlarında milli azadlıq hərəkatı gücləndi və Milli Şura tərəfindən müstəqillik bəyannaməsi qəbul edildi. 28 may 1918-ci il tarixində Məhəmməd Əmin Rəsulzadə və onun tərəfdaşları Əli Mərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Mehdi bəy Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Həsən Hacınski şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoydular. 28 aprel Sovet dövründə Respublika günü kimi qeyd olunurdu. Amma bu xalqın iradəsi ilə deyil, xarici işğal nəticəsində baş verən rejim dəyişikliyidir. Bugün artıq Azərbaycan tarixində işğal və Cümhuriyyətin süqutu günü kimi xatırlanır. Azərbaycan Xalq Cümhuriyyətində səsvermə prosesi zamanı diqqət çəkən əsas məqam qadınlara səsvermə hüququnun verilməsi idi. Hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlar Azərbaycanda səsvermə hüququnu əldə etdilər. Bu addım AXC-nin demokratik və bərabərlik prinsiplərinə sadiqliyinin göstəricisi idi. Həmin dövrdə Bakı Bolşevik daşnaq qüvvələrinin nəzarətində olduğu üçün İstiqlaliyyət bəyannaməsi paytaxt Bakıda deyil, Tiflisdə elan edildi. Milli Şura 10 gün sonra Gəncə şəhərinə, 1918-ci ilin sentyabrında isə paytaxt Bakıya köçürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin ilk rəhbəri və baş naziri Fətəli xan Xoyski idi. O, Milli Şuranın qərarı ilə hökumət kabinetini formalaşdırdı və dövlətin qurulmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətini rəsmi olaraq tanıyan ilk dövlət Osmanlı İmperiyası olub. 1918-ci il 4 iyun tarixində Osmanlı İmperiyası ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalandı. Bu müqavilə həm diplomatik tanınma, həm də hərbi yardımı nəzərdə tuturdu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə milli ordunu qurdu, demokratik prinsiplərə əsaslanan parlament yaratdı və Azərbaycan pulunu dövriyyəyə buraxaraq iqtisadi islahatlar həyata keçirdi. 1919-cu ildə Bakı Dövlət Universiteti təsis edildi və bu müsəlman dünyasında Avropa tipli ilk universitetidir. Həmçinin AXC bir sıra dövlətlər tərəfindən tanındı və xarici ölkələrdə diplomatik nümayəndəliklər açıldı. Azərbaycan Xalq Cümhuriyyəti parlamentində ümumilikdə 120 deputat var idi. Parlament çox partiyalı və milli tərkibli idi. Burada azərbaycanlılarla yanaşı ermənilər, ruslar, yəhudilər və digər millətlərin nümayəndələri də var idi. Bu, həmin dövr üçün çox nadir bir demokratik yanaşma idi və Cümhuriyyətin hər kəsə bərabər hüquqlar tanıdığını göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti ümumilikdə 20-dən çox ölkə tərəfindən tanınıb. 1919-cu ildə Paris Sülh Konfransına getməzdən öncə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti maddi baxımdan ciddi çətinliklərlə üz-üzə idi. Bu səfərin diplomatik fəaliyyətlərin və konfransda təbliğat işlərinin həyata keçirilməsi üçün maliyyə vəsaiti lazım idi. Bu çətin vəziyyətdə Osmanlı İmperiyası, xüsusilə İstanbulda olan siyasi dairələr Azərbaycan nümayəndə heyətinə maddi yardım göstərdi. Beləliklə, həmin ilin yanvarında Azərbaycanda nümayəndə heyəti konfransda iştirak etdi və burada Azərbaycan müstəqilliyi rəsmi olaraq tanındı. Bu tanınma Cümhuriyyətin beynəlxalq səviyyədə mövqeyini gücləndirdi və diplomatik əlaqələrin qurulmasına şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən işğal edilərək süqut etdi. Cəmi 23 ay mövcud olan Cümhuriyyət qısa müddətdə demokratik islahatlar həyata keçirsə də, Qızıl Ordunun hücumu ilə müstəqilliyini itirdi. Bu tarix Azərbaycan üçün həm acı bir itki, həm də milli azadlıq mübarizəsinin başlanğıcı hesab olunur. 71 il sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. Bu yolun davamında isə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və siyasəti həlledici rol oynadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan zəfərlə isə ölkəmiz ərazi bütövlüyünü bərpa etdi. Əziz həmvətənlərim, hər birinizi 28 may Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.